Potom, после. Hər ikisini sonra deyə tərcümə edirik, amma ki, bunların işlənmə yerləri bir-birlərindən tamamilə fərqlənir. Potom zərf kimi istifadə olunur. Məsələn, on пришел домой, o evə gəldi, поужинал, axşam yeməyi yedi, потом позвонил другу, sonra dostuna zəng elədi. Və yaxud da ki, давай во что-нибудь поиграем, gəl nəsə oynayaq. Mən də deyirəm, потом, sonra. Bu şəkildə istifadə edirəm. После isə önlükdür. Deməli, bundan sonra hər hansı bir padej əlavə eləməliyik. Bu da родительный падеж, yəni yiyəlik hal olacaq. Məsələn, после работы, işdən sonra. Görürsünüz, работы. A keçir I-ya. После урока, dərsdən sonra. После школы, məktəbdən sonra. После ужина, axşam yeməyindən sonra. После обеда, günorta yeməyindən sonra. Bu şəkildə istifadə edirik. Bu önlük kanalımızda var. Onun da bağlantısını videonun aşağı hissəsinə yerləşdirəcəm. Onu da oradan keçid edib izləyə bilərsiniz. Həm bu önlük var, həm də ki, onunla istifadə olunan yiyəlik halda kanalımızda var. Videodan sonra da onları da izləyərsiniz.